Salam uşaqlar, bugünkü mövzumuz atomun quruluşu, dövrü sistem, dövrü qanun mövzusudur. Atom müsbət yüklü nüvədən və ətrafında müxtəlif energetik təbəqələrdə və yaxud səviyyələrdə dövr edən elektronlardan ibarət elektroneytral hissəcikdir. Atomun nüvəsindən və ətrafında dövr edən elektronlardan ibarətdir. Atomun nüvəsi isə proton və neytronlardan təşkil olunmuşdur. Proton müsbət yüklüdür, neytron isə yüksüz hissəcikdir. Ətrafında dövr edən elektronlar isə mənfi yüklü hissəciklərdir və elektronlar müxtəlif səviyyələrdə, energetik təbəqələrdə dövr eləyir. Dedik ki, atom elektronlardan və atom nüvəsindən təşkil olunub. Protonun kütləsi və neytronun kütləsi şərt olaraq bir atom kütlə vahidi olaraq qəbul edilmişdir. Elektronun kütləsi isə proton və neytronun kütləsindən 1836 dəfə kiçikdir. Və bu da təqribən 0 edir. Deməli, elektronun kütləsi şərti olaraq 0 atom kütlə vahidi qəbul edilmişdir. Atomda protonun sayı bizə həm də nüvənin yükünü verir. Nüvənin yükü nəyə görə proton sayına bərabər olur? Çünki dedik ki, nüvə proton və neytronlardan ibarətdir. Və neytron yüksüz hissəcik olduğuna görə proton da müsbət yüklüdür. Deməli, atomun nüvəsi protonların sayına bərabər olacaq. Bundan başqa proton sayı sıra nömrəsinə bərabər olur. Yəni, dövrü sistemdə neçənci elementdirsə, proton sayı da ona bərabərdir. Məsələn, oksigen 8-ci elementdir, deməli, proton sayı 8-ə bərabərdir. Hidrogen 1-ci elementdir, deməli, proton sayı 1-ə bərabərdir. Və bundan başqa atomda, neytral atomda proton sayı elektron sayına bərabər olur. Deməli, proton sayını tapsaq, biz elektron sayını tapmış olacağıq. Məsələn, oksigen elementi verib, oksigen elementində sol aşağı küncdə yazılan rəqəm olacaq proton sayı. Proton sayı dedik nüvənin yükünə bərabər olur və o da bərabər olur nəyə? Sıra nömrəsinə. Ortada yazılan rəqəm olacaq neytron sayı, sol yuxarıda yazılan rəqəm isə olacaq kütlədə və yaxud nisbi atom kütləsi. Nisbi atom kütləsi haqqında biz keçən dərsdə danışmışdıq. Maddə miqdarı Avogadro mövzusunda biz danışmışdıq ki, nisbi atom kütləsi nə idi? Vahidi yoxdur, adsız kəmiyyətdir və hər bir elementin özünün nisbi atom kütləsi mövcuddur. Bu dərsdə də bu mövzuda biz deyəcəyik ki, nisbi atom kütləsi nəyə bərabərdir? Proton və neytronun cəminə bərabərdir. Məsələn, kalsium elementində 20 proton, 20 neytron varsa, bunun kütlədə də olacaq 20 ilə 20-ni toplayacağım. Yəni, protonla neytronu toplayacağım, olacaq 40. Və yaxud fosforda 15 proton, 16 neytron varsa, fosforun kütlədə olacaq 31. Yəni, kütlədə proton və neytronun cəminə bərabərdir. İzotop, izoton, izobar anlayışı nədir? İzotop proton sayı eyni olan, neytron və kütlədə fərqli olan element atomlarına deyilir. Necə yadda saxlaya bilərik? İzotopun sonundakı P ilə protonu əlaqələndirə bilərsiniz ki, izotop proton sayı eyni deməkdir. İzoton, neytron sayı eyni olan element atomları deməkdir. Burada da sondakı N hərfindən yadda saxlaya bilərsiniz ki, neytron sayı eyni element atomu izoton deməkdir. İzobarda isə sondakı A yerdən yadımıza saxlaya bilərik ki, A yer bizdə nə idi? Kütlədə idi. Deməli, izobar kütlədə eyni olan element atomları deməkdir. Bir də izoelektron var. İzoelektron isə elektron sayları eyni olan element atomları deməkdir. Və deməli, burada neytral halda dedik ki, proton sayı elektron sayına bərabərdir. Məsələn, əgər bizə verib ki, kaliumun proton sayını bizdən istəyir, A yerini verib 39, neytron sayını verib 20. Bu zaman proton sayı olacaq neçə? 39-dan 20-yə çıxacaq, proton sayı olacaq 19. Əgər bizdə neytral halda elektron sayını soruşsa, proton sayına bərabər olmuş olacaq. Yəni, elektron sayı da 19-a bərabər olacaq. İon nədir? Əgər atom özündən elektron alırsa və yaxud verirsə, bu zaman əmələ gələn hissəcik ion adlanır. Əgər elektron alırsa, deməli, mənfi yüklərin sayı çoxalır. Mənfi yüklərin sayı çoxalırsa, müsbət yükləri qalib gəlir və bu zaman mənfi yüklü iona aniona çevrilir. Deməli, elektron alırsa aniona, yəni burada hər ikisi A hərfindən başlayır, elə əlaqələndirib yadda saxlaya bilərsiniz. Elektron alırsa aniona çevrilir. Məsələn, kükürt 2 mənfidə kükürt 2 elektron alıb. Yəni, kükürt 2 mənfi anionuna çevrilib. Əgər elektron verirsə, deməli, mənfiləri özündən kənarlaşdırır, müsbətlərin sayı çoxalır. Deməli, burada müsbətlər qalib gəlir və müsbət yüklü ion, kation əmələ gəlir. Məsələn, kalsium 2 müsbətdə kalsium 2 elektronu verib və kalsium 2 müsbət kationuna çevrilib. Bizdə, məsələn, atomda yükünü versə, proton sayını versə, elektron sayını necə tapacaq? Belə yadda saxlaya bilərsiniz ki, əlaqələndirmək üçün bu qayda heç bir yerdə yoxdur. Sadəcə yadda saxlamaq üçün deyirəm. Protonla yük əks tərəfdədir, bir-birinə əks mövqedə durur. Deməli, yüküm nədirsə, protonla həmin işarənin əksini hesablama olaraq yerinə yetirəcəm. Məsələn, əgər işarə müsbətdirsə, mən mənfi yazacağım. Yəni, 10 çıxılsın 2 yazacağım. Əgər işarə mənfidirsə, müsbət yazacağım. Yəni, işarəmin əksini götürəcəm. Yox, əgər mənə elektron sayını veribsə, yükünü veribsə, proton sayını soruşan zaman elektronla yük eyni istiqamətdədir. Baxın. Hər ikisi eyni istiqamətdədir. Eyni istiqamətdədirsə, işarəm nədirsə, həmin işarə ilə hesablayacağım. Əgər müsbətli üzərinə gələcəm, mənfidirsə, çıxacam.
Məsələn, burada iyonda iyonun yükünü verib müsbət 3-dür, elektron sayını verib 10. Bizdən proton sayını soruşur. Elektronla yük eyni tərəfdədir, deməli işarəm nədirsə eynisini götürəcəm. Onun 3-ü toplayacağam, cavab edəcək 13. Deməli, bu olacaq nə? Bizdə iyonda elektron və proton sayının hesablanması qaydası. Təbiətdə hidrogenin 3 izotopu var: protium, deuterium və tritium. Protium kütlə dedi 1-ə bərabər olan, kütlə dedi 2-ə bərabər olan adlanacaq deuterium, 3-ə bərabər olan adlanacaq tritium. Protiumun kütlə dedi 1-dir, proton sayı 1-dir, neytronu yoxdur. Deməli, neytron olmayan izotop nə adlanacaq? Hidrogen izotopu adlanacaq protium. Necə yada saxlaya bilərsiniz? Deməli, 2 di deməkdir. Di, deuterium ikisini əlaqələndirib yada saxlaya bilərsiniz. Tri də 3 deməkdir. Deməli, tritium kütlə dedi 3 olan hidrogen izotopudur. Bu cür yadınızda saxlaya bilərsiniz. Gəlirik dövrü sistemə. Dövrü sistem nədir? Mendeleyev tərəfindən elmə məlum olan 110 kimyəvi element nüvə yüklərinin artması ardıcılığı ilə cədvəldə düzülmüşdür. Bu da Mendeleyev cədvəli adlanır, hansı ki kimyada geniş istifadə olunur. Elementlərin düzülüşü zamanı əmələ gələn üfüqi sıralar adlanacaq dövrlər, şaquli sütunlar isə qruplar adlanacaq. Dövrü sistemimizdə 7 dövr, 8 qrup var. Qələvi metallarla başlayıb təsirsiz qazlarla bitən və nüvələrinin yükün artması ardıcılığına düzülmüş elementlər sırası dövr adlanacaq. Dövrdə elementlərin sıra nömrəsi artdıqca metallıq xassəsi tədricən zəifləyir və əvvəl amfoter metallara çevrilir, daha sonra isə qeyri-metallara keçir və dövrlərin sonunda isə qeyri-metallı və metallıq xassəsi göstərməyən nəcib qazlar yerləşir. Deməli, dövrlər qələvi metallarla başlayır, təsirsiz qazlarla bitir. Dövrü cədvəlin şaquli sütunlarında əmələ gəlmiş, yəni yerləşmiş elementlər sırasına qruplar deyilir. Qruplar da 2 yerə bölünür xassələrin oxşar olmasına görə: əsas və əlavə yarım qrup elementləri. Əsas yarım qruplarda sıra nömrəsi artdıqca metallıq xassəsi də güclənəcək. Və deməli 6-cı qrup elementləri adlanacaq xalkogenlər, 7-ci qrup elementləri adlanacaq halogenlər, 5-ci qrup elementləri pinoktogenlər, 1-ci qrup elementləri qələvi metallar, 2-ci qruplar isə qələvi torpaq metallar adlanacaq. Dövr üzrə və yaxud da qrup üzrə artım azalma məsələsinə gələndə, deməli, 1 istiqamətində, yəni soldan sağa doğru və 4 istiqamətində, yəni aşağıdan yuxarı doğru reduksiyacili metallıq atom radiusu azalacaq. Nə artacaq? Oksidləşdiricilik, qeyri-metallıq elektron-mənfi yanaşma enerjisi, elektronun hərisliyi. 2 istiqamətində, yəni yuxarıdan aşağı doğru, 3 istiqamətində, yəni sağdan sola doğru nə artacaq? Reduksiyacili atom radiusu metallıq. Nə azalacaq? Qeyri-metallıq oksidləşdiricilik, iyonlaşma enerjisi, elektron-mənfilik və elektronun hərisliyi. Deməli, 1-4 istiqaməti və 2-3 istiqamətində artıb azalmalar eynidir. 1-4 istiqamətində artıb azalmalar eynidirsə, qayda yadda saxlamaq üçün belə bir sadə üsul deyirəm mən. Təbii ki, bu qaydada yenə heç bir yerdə yoxdur. Sadəcə asan olsun deyə, izah anlaşıqlı olsun deyə belə izah edirəm. Deməli, soldan sağa doğru və aşağıdan yuxarı doğru oxların istiqamətini çəkirəm. Əgər oxlarım kəsişirsə, baxın, oxlarım kəsişir. Oxlar kəsişirsə, ram azalacaq. Ram nədir? Reduksiyacili atom radiusu metallıq azalacaq. Nə artacaq? Bunlardan başqa hamısı. Oksidləşdiricilik, qeyri-metallıq, iyonlaşma enerjisi, elektron-mənfili, elektronun hərisliyi artacaq. Əksi istiqamətdə, yəni sağdan sola və yuxarıdan aşağı olduqda oxlar kəsişmir. Baxın, oxlarımız kəsişmir. Əgər kəsişmirsə, ram artacaq. Ram nə idi? Reduksiyacili atom radiusu metallıq. Nə azalacaq? Qeyri-metallıq, oksidləşdiricilik, iyonlaşma enerjisi, elektron-mənfilik və elektronun hərisliyi. Məncə belə yadda saxlamaq daha rahatdır, nəinki bir-bir əzbərəmək. Və bir istiqamətində nə idi? Sağdan sola və yaxud da 3 istiqamətində soldan sağa doğru energetik təbəqələrin sayı dəyişmir. Çünki bu dövr üzrə artıb azalma deməkdir və dövrlərin sayı da bizə bilirik nəyi verir? Energetik təbəqələrinin sayını verir. 2 istiqamətində, yəni yuxarıdan aşağı və yaxud da 4 istiqamətində aşağıdan yuxarı xarici təbəqədə olan elektronların sayı dəyişmir. Çünki 2-4 istiqaməti qrup üzrə azalıb artım deməkdir və qrup üzrə də bilirik ki, qrupların sayı bizə nəyi verir? Qrupun nömrəsi bizə nəyi verir? Energetik təbəqədə olan elektronların sayını verir. Yəni, xarici təbəqədə olan elektronların cəmi bizə nəyi verir? Qrupun nömrəsini verir. İndi bu haqqda da danışacaq. Deməli, 2 istiqamətində xarici energetik təbəqədə olan elektronların sayı dəyişməyəcək. Elektronların atomda paylamasına gəldikdə, atomda dedik ki, elektronlar daim nüvə ətrafında hərəkət edirlər və hərəkət zamanı müxtəlif formalı elektron buludları, elektron orbitalları əmələ gətirirlər. 4 cür elektron buludumuz, elektron orbitalımız var. Birinci S orbitalından danışırıq. S orbitalı kürə formasındadır. Və S orbitalı bir boş xana ilə göstərilir. Bir xanada da, bir orbitalda da 2 elektron, maksimum 2 elektron yerləşə bilər.
Sonraki 6 elektron isə hərəkət zamanı Hantelə bənzər elektron buludu əmələ gətirir ki, bu da P orbitalı adlanır. Burada yerləşən elektronlar isə P elektronları adlanır. P orbitalı 3 boş xana ilə göstərilir və hər bir xanada 2 elektron olsa, deməli 3 xanada da maksimum 6 elektron yerləşə bilər. Deməli P orbitalında maksimal 6 elektron yerləşməsi mümkündür. Sonra daha mürəkkəb quruluşda elektron buludları əmələ gəlir ki, bunlar da D və F orbitaları adlanır. D orbitalı 5 boş xana ilə göstərilir, F orbitalı 7 boş xana ilə göstərilir. Deməli uyğun olaraq D orbitalında olacaq 10 elektron, F orbitalında olacaq 14 elektron. Deməli, birinci, ikinci, üçüncü, dördüncü təbəqəmizə gəldikdə, birinci təbəqəmizdə yerləşəcək bir orbitalımız, ikinci təbəqədə yerləşəcək 4 dənə orbitalımız 2s və 2p orbitalı, üçüncü təbəqədə 3s, 3p, 3d orbitalı yerləşəcək, yəni ümumilikdə 9 orbitalımız olacaq. Dördüncü təbəqədə isə 4 orbital yerləşəcək, 4s, 4p, 4d və 4f yarım, 4f orbitalı. Və hər orbitalda dedik ki, 2 elektron yerləşə bilər. Deməli, birinci təbəqədə yerləşəcək 1 elektron, daha doğrusu 1 orbital 2 elektron, ikinci təbəqədə yerləşəcək 4 orbital 8 elektron, üçüncü təbəqədə isə 9 orbital 18 elektron, dördüncü təbəqədə isə 16 orbital 32 elektron yerləşə bilər. Elektronların dolma ardıcıllığına gəldiksə 1s-dən sonra 2s gələcək, 2s-dən sonra 2p, 2p-dən sonra isə 3s orbitalına keçəcək, 3s-dən sonra 3p, 3p-də birbaşa 4s orbitalına keçəcək. Bu da minimal enerji sərfiyyatı ilə bağlıdır. Yəni 3s-dən sonra 3p, 3p orbitalından 3d orbitalına keçmək üçün daha çox enerji sərf olunur. Bu səbəbdən 4s orbitalına keçir, çünki 4s orbitalına keçmək üçün daha az enerji sərf olunur. Ona görə də 3p-dən sonra keçir 4s orbitalına, daha sonra 4s-dən keçir 3d orbitalına. Eyni şəkildə burada 3d-dən sonra gələcək 4p orbitalı, 4p-dən də yenə keçəcək nəyə? 5s orbitalına. Və deməli, biz orbitalda, ümumiyyətlə təbəqədə orbitalların maksimum sayını n kvadratı düsturundan tapacağıq. Elektronların maksimal sayını isə bilirik ki, bir orbitalda maksimum 2 elektron ola bilər. Ona görə də orbitalların sayını vuracaq 2-yə. Yəni n kvadratını vuracaq 2-yə, olacaq 2n kvadratı bizdə nədir? Elektronların maksimum sayıdır. Məsələn, elektron quruluşunu yazan zaman, hər hansı bir elementi elektron quruluşunu yazan zaman hansı qaydalara diqqət etməliyik? Məsələn, azotda elektron konfigurasiyasını, yəni elektron formulunu yazan zaman üstlərin cəmi bizə verəcək nəyi? Proton sayını və yaxud da elektron sayını. Çünki bilirik ki, neytral halda proton elektron sayına bərabər olur. Bir S yarım səviyyəsində 3 elektronumuz ola bilər. S yarım səviyyəsində 2 elektronumuz ola bilər. S orbitalında 2 elektron ola bilər. Bir S2, daha sonra 2S2 ilə davam edirik. Deməli, bir orbital tam dolmamış, digər orbital elektronla da ola bilməz. Ona görə də bir S elektronla tam doldururuq, daha sonra 2S orbitalına keçirik. Eyni şəkildə 2S orbitalı tam dolandan sonra P orbitalına keçməyə icazə var. Yəni P orbitalını tam doldururuq, daha sonra keçir digər növbəti orbitallara. 2s orbitalını doldurandan sonra qalır 2p orbitalında elektronların sayına. Üstləri cəmləyirəm, baxıram ki, burada 4 edir. Deməli, məndə olmalıdır 7 proton və yaxud da 7 elektron. Deməli, 3 elektronum əksiydi. Onu da yazıram p orbitalına. 2p orbitalına. Daha sonra burada elektronları orbitalda dolduran zaman 1s orbitalında dedim ki, s orbital ümumiyyətlə 1 xana ilə göstərilir. P orbital isə 3 boş xana ilə göstərilir. Və deməli, burada orbitalda elektronları dolduran zaman 1s-də elektronları tam cütləşdiririk. Yəni, orbitalda elektronları dolduran zaman birinci tək-tək yerləşdiririk. 1 və 2 elektron. P orbitalında yazan zaman isə nə edəcəyik? Yenə tək-tək yerləşdirəcəyik və artıq qalan elektronları düzəcəyik. P orbitalında dedik ki, 3 elektronumuz olur. 3 boş xanamız olur, 6 elektronumuz olur. Burada da neçə elektronumuz var? 3 elektronumuz var. Deməli, 1, 2, 3. Əgər 4 elektron olsaydı, tam orbitalları tam, yəni, bir istiqamətdə oxlarına göstərir. Tək-tək doldurandan sonra bir də qayıdıram təzədən elektronları, tək olan elektronları cütləşdirməyə. Deməli, bu olacaq nə? Bizim orbitallarda elektronların dolma qaydası. Və bir orbitalda əks spinə malik 2 elektron ola bilər. Yəni, eyni istiqamətdə spinlər olmamalıdır. Belə hallar mümkün deyil. Daha sonra deməli, valent elektronlara gəlirik. Valent elektron nədir? Xarici energetik səbəqədə olan elektronların sayı bizə verəcək valent elektronlarını və valent elektronları bizə nəyi verir? Qrupun nömrəsini verir. Yarım səviyyələr isə bizə nəyi verir? Qrupun, daha doğrusu dövrün nömrəsini verir. Məsələn, oksigenda qrupun nömrəsi olacaq nə? Valent elektronların cəmi, yəni 6-cı qrupda yerləşəcək. Dövrə baxanda isə yarım səviyyələrin sayı bizdə olacaq nə? Dövrün
nömrəsi. Yəni ikinci dövr 6-cı qrup elementidir oksigen. Azota baxanda sonuncu təbəqədə 5 elektronumuz var. Deməli olacaq 5-ci qrup. Dövrün nömrəsi isə olacaq ikinci dövr. İkinci dövr 5-ci qrup elementi olacaq nə? Azot. Məsələn, daha mürəkkəb, yəni daha çox elektron sayı olan birləşmələrə baxsaq, məsələn, kalsiumda quruluşu yazırıq, elektron konfigurasiyasını yazırıq, daha sonra elektronları orbitalda yerləşdiririk. Sonuncu təbəqədə neçə elektronumuz var? Sonuncu təbəqədə 2 elektronumuz var. Deməli, yerləşəcək ikinci qrupda, 4-cü dövrdə. Və valent elektronları bizə valentliyini verəcək. Bilirdik ki, qrupun nömrəsi bizə nəyə verirdi? Maksimal valentliyi verirdi. 3 dənə elementimiz var idi ki, bu qaydaya uymurdu. Hansı ki, bunlar fon elementləri idi. Fluor, oksigen, azot. Məsələn, oksigen yerləşirdi 6-cı qrupda, amma maksimal valentliyi 2 olurdu. Bir dənə dəm qazının da 3 valentli olurdu. 2 istisna elementimiz var xrom və misdə. Deməli, burada nə baş verir? Xromla misdə 4s yarım səviyyəsində 1 elektron olur. Yəni, bir orbital elektronla tam dolmamış, digər orbitala enerji keçidi müşahidə olunur. Bu da elektron sıçrayışı ilə bağlıdır, yəni uçurum hadisəsi ilə bağlıdır. 4s-də olan 1 elektron 3d orbitalına keçir. Amma qalan bütün elementlərdə normal qaydada davam edir. Yəni, xromda necə olmalıydı? Normal qaydada 4s2, 3d, 4 olmalıydı. Misdə də eyni şəkildə 4s2, 3d, 9 olmalıydı. Amma burada elektron sıçrayışı baş verir. Yəni 4s-də olan bir elektron keçir d yarım səviyyəsinə. Eyni ilə misdə də 4s-də olan bir elektron keçəcək d yarım səviyyəsinə. Bu olacaq nə? Bizim istisna halımız. Hardan biləcək əsas yarım qrup elementidir və yaxud əlavə yarım qrup elementidir? Əgər S və P ilə bitirsə, bu olacaq əsas yarım qrup elementi. D və ya F ilə bitirsə, bu olacaq nə? Əlavə yarım qrup elementi. Əgər qüvvətlərin cəmi, yəni qrupun nömrəsini biz qüvvətlərin cəmi ilə tapırdıq. Əgər qrupun nömrəsi və yaxud da qüvvətləri cəmi 9 və yaxud da 10 olsa, bu gəlişdir 8B yarım qrupunda, yəni 8-ci qrup əlavə yarım qrup elementidir. Əgər üstləri cəmi 11 iləsə 1B yarım qrupunda, yəni 1-ci qrup əlavə yarım qrup elementi. Əgər üstləri cəmi 12 iləsə, deməli 2-ci qrup B yarım qrup elementi, yəni əlavə yarım qrup elementi olacaq. Atomun həyəcanlanması halına gəldikdə isə atomun həyəcanlanması nədir? Ümumiyyətlə, həyəcanlanma nə deməkdir? Cütləşmiş valent elektronları təklənir. Eyni energetik təbəqə daxilində bir yarım səviyyədə növbəti yarım səviyyəyə keçir. Məsələn, S yarım səviyyəsindədirsə P yarım səviyyəsinə keçir. P və yaxud da D yarım səviyyəsinə keçir. P yarım səviyyəsindədirsə növbəti yarım səviyyə, yəni D yarım səviyyəsinə keçir. Həyəcanlanmanın baş verməsi üçün 2 vacib şərt ödənməlidir. Birinci şərtimiz ondan ibarətdir ki, boş orbital olmalıdır. İkinci şərtimiz isə cütləşmiş, ən azı bir dənə cütləşmiş elektron olmalıdır. Məsələn, karbon atomunun həyəcanlanmış halına baxsaq, burada karbon elektron quruluşunu yazırıq. 1s2, 2s2, 2p şəklindədir. Burada elektron konfigurasiyasını yazandan sonra orbital quruluşunu yazırıq və görürük ki, 2s-də, 2s orbitalında bir cütləşmiş elektron var. P orbitalında isə 2 tək elektron və bir boş orbital var. Deməli, 2s-dəki cüt elektronun biri keçəcək boş orbitala və həyəcanlanmış halda karbonun 4 tək elektronu olacaq. Kükürddə baxsaq, yəni daha mürəkkəb quruluşda baxsaq, burada görürük ki, 3s2, 3p 4-dür və deməli, burada biz görürük ki, boş orbitalımız yoxdur P yarım səviyyəsində. Amma bilirik ki, D orbitalımız boşdur, yəni burada elektronlar tam yerləşə bilər. Deməli, burada birinci olaraq P yarım səviyyəsindən D yarım səviyyəsinə keçəcək, daha sonra S yarım səviyyəsindən keçəcək nəyə? D yarım səviyyəsinə. Deməli, burada həyəcanlanan zaman P yarım səviyyəsindəki bir cüt elektronumuz var. O təklənib keçəcək D yarım səviyyəsinə. Və birinci həyəcanlanma halında olacaq 4 tək elektron. Yəni 4 valentli olacaq. Biz bilirdik ki, valent elektronları nədir? Bizə valentliyi verəcək. Olacaq 4 valentli. Daha sonra bu S-dəki, S yarım səviyyəsindəki 2 elektron da həyəcanlanacaq, yəni təklənəcək, keçəcək D yarım səviyyəsinə və ümumilikdə bizim 6 tək elektronumuz olacaq. Deməli, olacaq neçə valentli? 6 valentli. Yəni, atom mövzumuz da bu qədərdir. Bir də deməli, dövr daxilində soldan sağa doğru elementlərin əmələ gətirdiyi hidrogenli birləşmələrdə oksidlərin formulları nədir? Deməli, birinci qrupda, 1A yarım qrupunda oksigenli birləşmələrin formulu olacaq R2O şəklində. Yəni, burada R olacaq 1 valentli. 2A yarım qrupunda olacaq RO, yəni hər ikisi 2 valentlidir. 3-cü yarım qrupda olacaq R2O3. 4-cü yarım qrupda olacaq RO2, 5-ci yarım qrupda olacaq R2O5, 6-da olacaq RO3, 7-ci yarım qrupda olacaq necə? Deməli,
R2O7. 8-ci qrup isə deməli bilirik ki, oksigen ümumiyyətlə birləşmə əmələ gətirmir. Deməli burada baş oksidlərdə, yəni bilirik ki, elementin valenti qrupu nömrəsinə bərabər olur və deməli burada soldan sağa doğru getdikcə elementlərdə, baş oksidlərində elementin valenti artacaq. Amma hidrogenli birləşmələrinə baxsaq, məsələn, birinci yarım qrupda hidrogenli birləşməmizin formulu olacaq RH, ikinci yarım qrupda olacaq RH2, üçüncü yarım qrupda olacaq RH3. Dördüncü yarım qrupda olacaq necə? RH4. Beşinci yarım qrupda olacaq RH3. Altıncı yarım qrupda olacaq RH2. Yeddinci yarım qrupda olacaq elə RH. Burada görürük ki, bu istiqamətdə getdikcə, yəni soldan sağa doğru getdikcə, ümumiyyətlə üçüncü yarım qrupa qədər olacaq nə? Uçucu olmayan birləşmələr, çünki bunlar metallarda uçucu deyil. 4-dən sonra, yəni 4, 5, 6, 7-yə qədər olacaq nə? Uçucu birləşmələr. Çünki bunlar qeyri-metallardır və qeyri-metallar uçucu birləşmələr əmələ gətirir. Və deməli, burada soldan sağa doğru valentlik artır. Yəni uçucu olmayan birləşmələrdə valentlik artır. Amma uçucu olan birləşmələrdə, yəni qeyri-metallarda isə burada soldan sağa doğru valentlik azalır. Elementin valentliyi azalacaq. Deməli, olacaq necə bu cür quruluşmuş? Qeyri-metallarda biz necə tapacaq valentliyi? Biz bilirik ki, normalda bizim minimal valentliyimiz nəyə bərabər oldu? Valentlik bərabərdir 8-dən çıxırdıq qrupun nömrəsini. Qeyri-metallarda da biz metallar bilirik ki, sabit valent, əksəriyyətdə sabit valentdə olur. Deməli, və 1, 2, 3 yarım qrupunda yerləşən metallar uyğun olaraq 1, 2, 3 valentdə olur. İndi qeyri-metallarda necə tapacaq qrupun nömrəsinin uyğun valentliyi? Məsələn, 4-cü qrupda yerləşirsə, valentlik nəyə bərabərdir? 8-dən çıxacağım elementin yerləşdiyi qrupu. Olacaq 4 valentli, yəni RH4. 5-ci qrupda valentlik bərabərdir nəyə? 8-dən çıxacağım 5-i. Olacaq necə? 3 valentli, RH3 tipli. RH2-də, yəni 6 valentli olanda 8-dən çıxacağım 6-ını eləyəcək ki, yəni RH2. 7-ci qrupda isə olacaq necə? 8-dən çıxacağım 7-ni olacaq 1 valentli, yəni RH tipli birləşmə. Bu da dövr üzrə soldan sağa doğru elementlərin əmələ gətirdiyi hidrogenli birləşmələrin və oksidlərin formulu. Dərsimiz bu qədər.